Salamlar olsun hidayətə tabi olanlara. Əziz insanlar, gözəl müsəlman olaraq yaşayıb ölmək istəyən Allahın bəndələri. Sizə, mən indi gedirdim, evdən çıxırdım, mənə zəh gəldi, 2 dənə zəh gəldi ki, belə danışmışsan, yəni əslində düz, mən onun söhbətinizi deməyim, amma söhbət, yəni cavabı olaraq bildirirəm ki, yəni Peyğəmbərimiz, bundan qabaqçı videoya əsasən zəncirləmişlər, Peyğəmbərimiz deyirlər ki, indi sünnət edirlər uşaqları ki, güya müsəlman olur. Əslində isə o səhv bir şeydir. Yəni Allahın yaratdığına düzəliş eləmək böyük bir günahdır, böyük bir səhvdir. Allahın yaratdığına düzəliş mi etmək olar? Hansı məntiqlə düzgündür? Heç bir düzgünlüyü yoxdur və Peyğəmbərimiz deyirlər ki, sünnətsidir deyirlər, nə deyirlər, doğulur. Əslində isə bu da səhvdir. Çünki kim görür ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o barədə heç yerdə deməyib, yəni onu bildirməz axı kiməsə. Yaxud da ki, elə, məsələn, onun qadınlarına, bizim yəni analarımız hesab olunan Peyğəmbərimizin yoldaşları, həyat yoldaşları hansı deyə bilərdi ki, yəni Peyğəmbər belə olur. Peyğəmbərimiz haqqında özlərindən çıxardırlar, uyğunlaşdırırlar ki, o, indi mən eşitmişəm ki, yəni tələsirəm də, amma bunu mütləq sizə çatdırım. Yəni deyirlər ki, ürəyində olan deyəni, həqiqətən də səhv deyirəmsə, deyin səhv deyirsin. Məsələn, deyirlər, Yahudilərdə də elə olur, bizdən qabaq belə olur. Bizdən qabaq elə olursa da bunu Peyğəmbərə şamil etmək lazım deyil. Və heç bir elə söhbət yoxdur ki, güya ətin, orqanın ətin kəsməklə insan müsəlman olacaq, kişi olacaq. Bu həqiqətə ziddir. Və əgər Yahudilər nəsə edirsə, ya kim nəsə edirsə, o da səhv edib, nəyə əsasən edib? Bir sözlə, Allahımızın yaratdığında böyük bir bilik var, yəni həqiqət var, yəni düzgünlük var. Allah yaradıb, elə də qalmalıdır, elə də olmalıdır. Deyirlər ki, mikrobdan təmizlənir, nə olur? Nə mikrob ki, elə o gəzənlər müsəlman olaraq, yəni özünü adlandıranlardan digərləri, yəni hamısı mikrobda gəzir. Valla yalan şeylər, navarot, onun xeyri var. Xeyrini hər kəs özü bilir. Yəni, həssas olan bir yer, mən də yaşlı qadınla deyil, elmə əsasən deyirəm. Yəni, pis söhbət eləmirəm ki, yəni, həqiqəti deyirəm. Kimsə deyə bilməz ki, bu pis söhbət oldu. Xeyr, əslində, həqiqəti əsasən, həssas olan yeri qoruyur da o ət. Yəni, mən indi biz çox söhbətlər eşitmişəm, misallar gətirə bilərəm, lazım deyil. Hamı bilir və inşallah 3-cü videomda axşama çəkərəm. Çox sevinirəm ki, haqdan danışanda. Mən bir söz deyilsə, küçəylə gedirdim, gördüm ki, bir uşaq bərk ağlayır Funda hospitalın yanında. Anasının quzağında da necə. Mən buna konfes verdim və gördüm, uşaq elə bir yandırırlar da bunu. Anasını dedim ki, anası dedi, yox, konfeslə deyil, bunu kəsdirmişik. Ona görə, yəni, uşaq da necə ağlayır, yandırır da onu. İndi axı, ay insanlar, insana zülm eləmək olmaz. Onunla nə düzəlir ki? Allahın yaratdığına düzəliş eləmək böyük günah. Bəli, günah. Lazım deyil. Özümüzdən şey çıxartmıyor. Nə müsəlman olmur elə bir insan, nə də kişi olmur. Kişilik üçün nə lazımdır? Onu öyrətmək lazımdır uşaqlara, müsəlman üçün də, müsəlman olmaq da hər kəsin öz əqidəsidir, formalaşacaq, hansı mühitdə, yaxud hansı nəyə meyl etdiyinin asılı olacaq. Kəstirməklə, uşağı zülm eləməklə heç nə alınmaz. Sağ olun.